Herkese salam. Refehim 6-cı sinif riyaziyyat suallarının ilk tur, yəni rayon şəhər turunun izahına baxaq. İlk suala baxırıq ki, y bərabərdir 15 sıra x asılılığında y-i 7 verib. Yəni 15 çıxılsın x 7-dir. Burada x-i 8 taparıq, yəni rahatlıqla. Birinci sualda doğru cavab B variantı. İkinciyə baxırıq. Ədədimiz belə görünür. Ümid edirəm ki, ədəd budur. Deyir ki, ədəd 6-ya bölünür. 6-ya bölünürsə bilirik ki, 2-yə də bölünür, 3-ə də bölünür. Yəni A cütdür. 2K yazacağım. Yəni A 2, 4, 6, 8 ədədlərindən biri olur. Cəm deyir deyə 0-ı nəzərə almıram heç. İndi burada baxırıq ki, 4 ilə 8-in cəmi bölünür. Deməli, 7-nin üzərinə A-nı gəlsəm, bu ədəd 3-ə bölünür. A 2 ola bilər və 8 ola bilər. Yəni cəmləri də 10. İkinci sualda doğru cavab C variantı tapdıq. Keçək 3-cü sualımıza. Burada görürəm ki, baxın bu kəsirdə sürət 4-dür. Gəlin burada da sürəti 4 eləyək. Yəni hər tərəfi 2-yə vururam. Yəni hər tərəf deyəndə həm sürəti, həm məxrəci. Bu böyük olmalıdır. 4 bölünsün n plus 4-dən. Bu böyükdürsə, baxın sürəti ilə olan kəsirlərdən məxrəci kiçik olan daha böyükdür. Deməli 14-dən böyük ədəd olmalıdır n plus 4-ün məxrəcində. Bu da 15 ola bilər ən kiçik. M də ən kiçik 11 ola bilər. Yəni C variantı doğru cavabdır. Keçirəm 4-ə. 4 rahat sualdır. Elə ən rahat sual budur yəqin ki. Bunu yerinə yetirsək təbii ki 0,1 eləyər. Bu da eləyər 0,9. Yəni D variantı. Bu sualda doğru cavab D. 4-də. 5-ə baxıram. 555-dən 4 ədəd var. Yazıram 555 vurulsun 4 bölünsün. 222-dən də 5 ədəd var. Yəni bu qədər sadə bir sual. 111-ə ixtisar eləsək 5, burada 2, 5-lər də gedər. 4 bölünsün 2 qalar. Burada 2 verir. Yəni B variantı doğru cavabdır. İndi buna baxıram. Qonşu bucaqlardır. Deyir birinin dərəcəsinin 4 mislisindən 100 dərəcə kiçikdir digəri. Qonşu bucaqlarında cəmi 180-dir. 4x çıxaq 100, üzərinə gəlsin x 180. 5x 280-dirsə, x neçədir? 56 dərəcədir. Böyüyünü istəyir 180-dən də 56 çıxsaq 124. Yəni A variantı. Bu da belə bir sual. 7-yə baxırıq. İlk öncə bura əsasən, tənasüb əsasən 23 sayını 40 taparam. Bu burada bir köşədə qalsın. Keçirəm bura. A bölünsün 3. Üzərinə gəlsin A bölək 4, çıxaq A bölək 5. Bunu sadələşdirməliyik. Burada 60, burada 20, 15, 12. 20 ilə 15-in cəmi 35, 12 də çıxdıqda 23 say. İndi 23 sayını 40 tapmışdım. 23 sayının yerinə, baxın burada gətirirəm, qoyuram. 23 sayının yerinə 40. Olur 40 bölək 60, 20-yə ixtisar aparsaq, qalar 2 bölək 3. Yəni C variantı elənmiş olar. Keçirəm bu suala. Bu sualda ilk öncə buranı sadələşdirəcəm. A çıxaq B bölək B vurulsun D bölək C plus D. Mən belə yazıram. A çıxaq B vurulsun D bölək B vuraq C plus D. AD. Burada nə alınır? AD çıxaq BD. Düzdürmü? AD-nin yerinə də mən BC yaza bilərəm. Tənasübə əsasən bunların hasili bərabərdir. Mən yazıram bunun yerinə BC çıxaq BD. Bölünsün BC plus BD. B-ni ortaq çıxarsaq C çıxaq D bölək B-ni çıxarsaq C plus D. B-lər ixtisar gedər. C çıxaq D bölək C plus D. Baxın bunu hesablamalıyam. Bunu hesaplamalıyam. İndi nəyə baxıram? Baxıram ki, C bölək D-ni 1,8-də 5 verib. Yəni 8-də 13 verib. Deməli, C 13K-dır, D də 8K-dır. İndi bunların fərqi 5K-dır. Cəmlərdə 21K-da. K-lar da nə olur? İxtisar gedir. Qalır 5 bölək 21. Yəni A variantı. Tənasübün xassəsini biləndə, yəni rahat sualdır əslində. Keçdik 9-a. Deyir ki, maşının sürətini 20% artırarsa, gedəcəyi yerə 18 saata çatar. Mən deməli, tam ədəd, yəni vergüllü nöqtəli bir ədəd almamaq üçün, yəni onluq kəsir almamaq üçün, mən sürətinə, maşının sürətinə deyirəm 10V.
Deyir 20% artırarsa, yəni 12V olarsa, həmin yerə 18 saata çatar. 10% azaldarsa, yəni 9V-yə neçə saata çatar? 6-cı sinifin dərslərindən biri olan tərs mütənasiblikdir. Yəni sürət artdıqca və yaxud sürət azaldıqca zaman artar. Yəni tərs asılıdır. Tərs asılıdırsa, deməli hasilləri sabit olmalıdır. Bunu belə yazdıq. Burada V-lər gedəcək o heç. Burada da gedər. X-də 24 qalar. Yəni D variantıdır. 10-cu sualda nə deyir? Deyir, ədəd oxu üzərində bir ədəd var. Bu ədəd var. 4A plus 2-dir. Deyir, deyir, koordinat başlanğıcından 20 vahid uzaqlıqda yerləşir. Koordinat başlanğıcı 0-dır. Deməli, bu ədəd ya mənfi 20-dir, ya da 20-dir. Yəni 4A plus 2 birinci кейsdə, birinci halda ya mənfi 20-dir, 4A mənfi 22, A mənfi 5,5-dir. İkinci halda isə 4A plus 2 20-dir, müsbət 20. 4A 18 və A 4,5. İndi bunların cəmi lazımdır. Baxın, bunun cəmi neçə eləyir? Mənfi 1 A variantı. Keçdik belə bir suala. Sahə tapmalıyıq təbii ki. Bura 6-dırsa, baxın, bura da 6-dır. Bura 5-dirsə, bura da 5-dir. 12-dirsə, bura 7-dir. Bura 7-dirsə, 7. Bura da 7. İndi bura 6, bura 10, bura 16. 7-dirsə, bura da 7. 20-dirsə, indi bura 13 olmalı. İndi bura 10-dur. 10. Bura 3-dür. Bura 3, 3. Burada kvadrat alındı. Bura da 6. Sahəyə baxaq. Bura 30, 30, 16 vurulsun 7, 112, 7 vurulsun 6, 42, burada 6'da da, deməli 6 vuraq onu 69, deməli 142, 102, 9, yəni neçə deyir? 102-nin üzərinə 9, 111, toplasaq 253, yəni A variantı. A. Keçdik 12-yə. Sadə bir sualdır. Mən burada görürəm ki, ya sürəti, ya məxrəci bərabər eləməliyim. 12, 15, 20 əkobları rahatdır, 60-dır. Hər birini 5-ə vururam indi burada. 60-da 35. Bunu da 4-ə vururam. 44. 3-ə vururam 39. Deməli B ən böyükdür, C A. Yəni C variantı. Keçirik 13-ə. Sinifdəki oğlan və qız şagirdlərinin sayları bərabərdir. Yəni mən oğlana 1x desəm, qız da x olar və sinif 2x olar. Deyir ki, qızların 4-də 3-ü gedir, 4-də 3x gedir, oğlanların isə 3-də 2-si gedir. Ümumi neçə şagird gedir? 12-də, burada 3, burada 4. 12-də 17x gedəcək sinifin. Aha. Deyir ki, müzeyə gedən şagirdlərin hansı hissəsi qızdır? Yəni sinifində 4-də 3-ü gedir də, 4-də 3. Qızların 4-də 3-ü gedir. Aha. İndi 12-də 17-ni vururam buna. Burada da eləyəcək 17-də 9 D variantı. Sonra 9 bölək 17 alınır, onda tərs. 17 bölək 9 alınır, onda tərsi D variantı. 14. Bir qarpız öz kütləsinin 5-də 4 hissəsindən 5-də 4 kiloqram daha ağırdır. Bu qarpız neçə kiloqramdır? Qarpızın kütləsi 10x olsun. İndi 10x'in 5'də 4'ü 8x'dir. 10x'dən 8x çıxsaq 0,8'dir. 2x 0,8'dirsə x 0,4'dür. Kütləsi də 10x olsun demişdim. 10x'də 10 da 0,4'ə vuranda 4 eləyər. B variantı. B. 15. 6 ardıcıl cüt natural ədəd var. Burada yazıb həmən şagird. Burada da x plus 10'dur. Bunların cəmi 6x üstə gələk. 2-dən 10'a qədər olan ədədlərin cəmi. 2-ni çıxarıram. 1-dən 5'ə kimi, 1-dən 5'ə kimi də 5 vurulsun 6 bölünsün 2'dir. Yəni 30 eləyər. Bunun ədədi ortası deyirsə x plus 5'dir.
Deyir ki, ən kiçiyinin kimisindən böyük olarsa, ən kiçiyi də x-dir. Yəni böyükdür 2x-dən. Yəni x kiçikdir 5-dən. Bunu bildik. Yəni x maksimum 4 olar. Cəm də nə idi? 6x plus 30 deyildi. Maksimum deyirsə gətirin yerinə qoyun. 24-ün 30-un cəmi 54. 16-ya baxıram. Aşağıda deyir verilən xanaların hər birinə soldan sağa doğru artan sırada ardıcıllıqla bir natural ədədi natural bölənləri yazılıb. AB bölək hissəyə bərabərdir sual. Bura 100% 1-dir. Həm 2-yə, həm 6-ya bölünürsə 100% 3-dür. Yəni bura 9-dur, çünki 27-yə də bölünür. İndi burada nədir? 18-dir mütləq. Burada da 2 ilə 27-yə bölünürsə 54. Yəni bu qədər asan bir sualdır. Bu, burada 18 ilə 54 ixtisar gedir. Burada 3, 9 3-ə bölsə 3, yəni C variantı. Baxaq son suala. Deyir, n ilə k natural ədədlərdir. N kvadrat üstə gələn n plus k təkdir. Deyir, hansı hər zaman təkdir? Birinci hal i yazıram. N tək, yəni 1 götürürəm. K1, şərt olaraq 1 götürürəm həmişə. Yəni N1, K2. Üçüncü hal N2, K2. Təbii ki, bu hal ödəməyəcək. Çünki cüt olur hər zaman. I4 yazım. I4 ya da I3 olsun. Bu ödəmədik. Olsun N2, K1. Bunlara baxıram. Baxıram ki, bu hər zaman bunların üçü də tək eləyir bunu. İndi bu variantlara baxıram. Baxın, K1 olsa bura görə. Bu 4 eləyər və bu heç tək olmaz. 1 ilə 1-in cəmi 2 eləyər. Getdi. 1 ilə 2-in cəmi 3. Baxın, bu ödədi. K-nı bu qiyməti ödədi. Yəni, deməli, doğru cavabımız C variantı eləmiş oldu 17-də də. Davamını da izah edəcəm, amma hələ ki bu suallar məndə var idi və bunların izahına baxdıq birlikdə.